Görün nə almışam, Kinder'ın düz 3 boy sürpriz yumurtasını. Gəlin açaq görək bu ilki oyuncaqlar nələrdir. İlk olaraq balacadan başlayacağım. Hər birini Continental mağazasından əldə etmişəm. Burada ümumiyyətlə çoxlu yeni il üçün şokoladlar var, bir-birindən gözəl. Çox yerdə satılmayan. Avropadan gələn Kinderlərin dadı tamam başqa. Belə bir oyuncaq çıxdı və şəkildə göstərilir ki, bu hissəsi fosfordur. Keçək növbətiyə orta boy Kinder sürprizdən görək nə çıxır. Ay, keyfdəyəm. Artıq bunun yumurtasının sarısı da böyükdür. Kinder'ın qoxusu dəhşət. Bunu belə əridib yapışdırıb təzədən satmaq olar. Görün içərisindən nə şirin moment çıxdı. Dadadadam. Növbə gəldi bu böyük yumurtaya. Gəlin bunu da birlikdə açaq. Bu məhsullara, ümumiyyətlə yeni il məhsullarına daha münasib qiymətə siz Continental mağazada rast gələ bilərsiniz. Şokoladdan bu. Bundan dadlı şokolad yoxdur. Gəlin boynumuza alaq. Çətin açılır bu. Düzəldim, gəlirəm. Frozen cizgi filminə baxanlar bu oyuncağı çox bəyənəcək. İçindən belə bir kart, belə stikerlər, şam ağacından asmağa belə gözəl oyuncaqlar. Bunlar da fosfordur və gecə işıq saçacaq. Ən əsası isə belə oyuncaq çıxdı. Hətta qolları belə tərpənir. Mənə dəstək olmaq üçün isə videonu bəyənməyi və rəy yazmağı unutmayın.